Allaha dua edən bədbəxt olmaz. Bədbəxt olar kim? Hansısa bir məxluqun iti olan, hansısa bir məxluqun üzrünə sürünərək gedən, Allaha qoyub Allahdan qeyrisini çağıran, çətin anda فَلَمَّا رَكِبُوا فِي الْفُلْكِ təsəvvür eləyin. فَلَمَّا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُوا اللّٰهُ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ Çətin ana düşür, Allaha çağırır. Bilir ki, Allah onu xilas edəcək. Allah deyir ki, onları çıxardırıq quruya, yenə yer məndən başqasından istəyir. Allaha qoyur, yenə yer Allahdan başqa. Amma bilir. Çünki ayə nəyi göstərir? Etiqadı olur ki, xilas edən Allahdır. Amma hansı səbəbdir bunu ona aparıb Allahdan ortaq qoşduran Allah bilir. Bədbəxt olan Allahdan istəməyən, bədbəxt olan etimadı Allahdan qeyrisinə olan. وَمَا لَنَا أَلَّا نَتَوَكَّلَ عَلَى اللّٰهِ وَقَدْ هَدَانَا سُبُلَنَا Bizə nə olub ki? Allah bizə yollarımızı göstərdiyi halda bizə Allaha təvəkkül eləməyək. وَلَنَصْبِرَنَّ عَلَى مَا أَذَيْتُمُونَ Sizin verdiyiniz əziyyətlərə səbirli olacaq. Çünki səbirin əvəzini bilirlər nə olacaq.